Yaxşısan qızım, elə bilirsən unutmuşam. Sən nə tez böyüdün, vaxt nə tez keçdi. Mərhum ilahiyyatçı və din xadimi Hacı Şahinin qızı Fatimə Həsənlinin toyu olub. Görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, bir müddət əvvəl oğlu Hüseynin nişan məclisi keçirilmişdi. O, Firəngiz adlı xanımla nişanlanmışdı. Əməkdar artist tanınmış rejissor Nicat Kazımovun evində toy olacaq. Bu haqda o Xəzər axşamı verilişində danışıb. Sənətçi bildirib ki, aktyor oğlu Sənan Kazımov gələn ay 7 ildir münasibətdə olduğu həmkarı Aygün Fətullayeva ilə ailə quracaq. Cütlüyün toyu Bakıdakı restoranların birində keçiriləcək. Qeyd edək ki, Sənan və Aygün Gənc Tamaşaçılar Teatrında çalışır. Onların nişanı avqustda olub.